topusundan olan növbəti sualımıza baxırıq. Kompüter sistemində qeydiyyata keçmək üçün hər bir istifadəçi nə etməlidir? 5 simvollu parol fikirləşməlidir. Baxaq, həmin o simvollu 5 simvollu parolun içərisində nə var? 55 simvollu hərf. Ümumilikdə 55 dənə hərfimiz olmalıdır və onluq sayı sistemi rəqəmlər 10 dənə olduğu üçün 10 dənə rəqəm. Ümumilikdə 65 dənədir. Mən 65 dənə ümumi simvolu kodlaşdırmaq üçün minimal neçə yaddaş götürə bilərəm? 6 bit götürsəm 64 eləyir, amma bizdə 65-dir. Ona görə 7 bitlə davam edirəm. 7 bitlə. Bax, 5 simvollu parolu nəylə? 7 bitlə kodlaşdırıram. Eləyir 35 bit. Amma bizə nə deyir? Eyni tam bayt uzunluğunda. Bunu 8-ə bölürəm. Eyni tam bayt dediyi üçün 4 nə qədər düşür? Yəni biz onu tam dediyi üçün tam olaraq 5 bayt götürürük. Bax, bu bir istifadəçi üçün idi. İndi 40 belə parol kodlaşdırmaq üçün minimal neçə bayt həcm malikdir? Bax, bir dənəsi üçün 5 bayt lazımdırsa, 40 dənəsi üçün x bayt. X-imi də tapıram 200 bayt.